mərhum Şeyx Səduq əleyhir-rəhmənin Xisal əsərində var, Cabir ibn Əbdullah Ənsaridəndir. Çox bərəkətli sahabə olub. O sahabədir ki, Peyğəmbər salavatullahın salamını İmam Muhammed Baqirə yetirib. Təsəvvür elə, Peyğəmbər salavatullahı görüb, İmam Əli əleyhissalamı görüb, xanım Fatimə-i Zəhra salamullahi əleyhanı görüb. Behiş cavanlarının ağası İmam Həsəni, İmam Hüseyni, Zeynül Abidin, Zeynül Sacidin, İmam Zeynül Abidin ağanı və 7-ci məsum İmam Muhammed Baqir. Gör, nə qədər bərəkətli ömürdür. Və ərbəyində də İmam Hüseyin əleyhissalamın ilk zairlərindən, ilk ziyarət edənlərindən olub. Cabir ibn Əbdullah Ənsari deyir, Səmi'tu ən Rasulillah, vasitəsiz nəql eləyir. Deyir, mən Allahın Rəsulundan eşitdim ki, İnnə fi aliyyin xisalən ləvkanət vahidətun minhunnə fi cəmi'in nas ləqtətəv biha. Əgər əmim oğlu Əlidə olan xüsusiyyətlərdən biri, əgər insanlarda olmuş olsaydı, yetərdi, kifayət edərdi ki, onlar cəhənnəm odundan azad olsunlar. Amma başlayır Peyğəmbər salavatullah Əli ibn Əbi Talib ağada olan xüsusiyyətləri sayır ki, qeyr-əz Əli ibn Əbi Talib heç bir sahabədə olmayıb. O, İmam Əli əleyhissalamın xas, özünə məxsus olan cəhətlərdir. Birinci buyurur, Mən kuntu mevlahu fəhəvə aliyyum mevlah. Qeyr-əz Əli ibn Əbi Talib heç bir imama bu söz deyilməyib. Peyğəmbər buyursun ki, mən kimin mövlasıyam? Bu Əli, əmmoğlu Əli də onun mövlasıdır.